Çində ilk uçan avtomobil zavodu işə başlayıb. Guangzhou şəhərində yerləşən ağıllı fabrik noyabrın 3-də sınaq istehsalına start verib. Çinin elektrik avtomobil istehsalçısı olan Xpeng'in uçan avtomobil filialının işə başlaması nəqliyyatda yeni mərhələ hesab olunur. 120 min kvadrat metrlik ərazini əhatə edən zavod artıq ilk elektrik uçan maşınını istehsal edib. Filialın ilkin gücü 5000 ədəddir və hazırda fəaliyyət göstərən bütün fabriklər arasında ən böyük istehsal gücünə malikdir. Tam fəaliyyətə başladıktan sonra isə fabrikin hər 30 dəqiqəyə bir uçan avtomobil yığacağı ehtimal edilir. İlk istehsal olunan uçan avtomobil 6 təkərli nəqliyyat vasitəsidir. 5,5 metr uzunluğunda olan maşını həm avtomat, həm də mexaniki uçuş rejimində idarə etmək olur. Yəni həm yerdə, həm də havada hərəkət imkanı olan avtomobillər megapolislərdə vəziyyəti dəyişə bilər. Şirkətdən bildirirlər ki, artıq 5000-ə yaxın ilkin sifariş qəbul edilib. Uçan avtomobillərin kütləvi istehsalı və sifarişlərin çatdırılması isə 2026-cı ilə planlaşdırılır. Bu, avtomobil innovasiyasının aviasiya ilə birləşdiyi yeni dövrdür. Görəsən, illərdir haqqında eşitdiyimiz uçan avtomobillər artıq reallaşır?